Bugünkü mövzumuz beyin və qida. Körpələrimizə hansı qidaları verməliyik ki, onların beyni yaxşı inkişaf etsin? Bildiyimiz kimi, yediyimiz qidalar, ümumiyyətlə körpələrə verdiyimiz qidalar və onunla məşğuliyyətimiz birbaşa onların IQ-sünə, yəni intellektual inkişafına təsir edir. Ona görə də qidanı verəndə kəmiyyətinə deyil, keyfiyyətinə fikir verin. Yəni, çox olması vacib deyil. Siz ona 2 qaşıq, 3 qaşıq da versəz, xeyirli maddəni, xeyirli qidanı. Orqanizm ona lazım olanı alacaq. Beyinə lazım olan qidalar hansılardır? Bunlar haqqında gəlin danışaq. Deməli, birinci növbədə yağlar. Yağlar çox vacibdir. Bunlar omega 3, omega 6, omega 9, yəni heyvan və bitki yağlarıdır. Heyvan yağları, heyvan mənşəli yağları hardan ala bilərik? Bunlar əsasən balıqlardan alınır. Yəni, körpələrə balıq verməyə artıq ilk qida verdiyimiz zaman artıq balıqlara başlamaq olar. Mən ilk qida haqqında bundan əvvəlki videolarımda danışmışdım və ссылкanı aşağıda saxlayıram. Kiməsə lazım olsa verib baxa bilər. Balıqları seçərkən diqqət yetiririk. Bunlar böyük, çox yaşayan, uzun ömürlü balıqlar olmasınlar. Bunlar balaca, ağ balıqlar və sonra isə qızıl balıq da vermək olar. 1 yaşına yaxın, həftədə 1-2 dəfə. Bitki mənşəli yağları hardan alırıq? Omega 6, omega 9. Bu da zeytun yağı ola bilər, kətan toxumu yağı ola bilər və günə baxan yağı da ola bilər. Bunlar da çox xeyirdir. Bunları da hər dəfə qidasına biraz başlamaqla qəbul əlavə edə bilərik. Sonraki qidamız xolin. Xolin çox vacib bir amin turşudur, hansı ki, orqanizm tərəfindən sintez olunmur. Bu, ancaq və ancaq biz onu qidadan ala bilərik. Bu da ən çox yumurta sarısındadır. Ona görə də körpələrə yumurta sarısı vermək çox lazımdır. Hər gün bir dənə yumurta sarısı verə bilərsiniz. Amma başlayarkən, yenə də mən qeyd edirəm ki, ilk qidaya başlama videomda bu haqda danışmışam. 6 ayında əvvəl yumurtanın 8də birini verirsiniz, yumurta sarısı. Əgər bu toyuq yumurtasıdır, əgər bu bildirçin yumurtasıdırsa, onda 4də birini verə bilərsiniz və beləliklə getdikcə 1 yaşına doğru artırırsınız. Növbəti qidamız göyərtilər, əsasən də ispanak, brokoli. Bunların tərkibində folatlar çoxdur, zəngindir folatlarla. Dəmir, fol turşusu, hansı ki, beyinə çox lazımdır. Ona görə də bunları birbaşa verə bilmərik. Bunları ola bilər ki, blenderdən keçirilmiş halda və yaxud da şorbaların hazırlanmasında artıq şorba bişdikdən sonra bunları təmiz yuyub daxil edirik şorbasına və sonra da çıxardırıq. Artıq orada öz xeyirli maddələrini şorbaya verir. Belə bir şəkildə vermək olar. Və növbəti qidamız alma. Bəli, bildiyimiz sadə alma, özümüz də uşaqlıqdan bəri yediyimiz alma. Bu, beyni çox gözəl enerji verir. Körpə bəzən gəlir, 1 yaş, 1 yaş yarımlıq körpə nəsə atışdırmalıq istəyir, yemək hazır deyil, ana götürüb ona piçeyni verir, müxtəlif şirniyyatlar verir. Bunu eləməyin, bunun əvəzinə bir dənə alma versəz, tam onun enerji dəyərini, yəni ödəyir. Ona görə də almanı yedikdən sonra baxacaqsınız ki, uşaq yenə də enerjilidir, gülür, danışır, atılıb düşür, oynayır. Həm də alma, həm A, E vitamini ilə, həm də ki, dəmirlə zəngindir. Ona görə də alma, girkökü bunları körpələrə vermək lazımdır. Sonraki qidamız qoz, fındıq, tumlar. Qoz, fındıq, tumlar, bunlar da çox gözəl, həm B qrupu vitamini, həm burada yaxşı yağlar var, orqanizmə lazım olan, beyinə lazım olan yaxşı yağlar. Ona görə də bunları da vermək lazımdır. Tumlar, bilirsiniz ki, son vaxtlar, məsələn, avokado çox dəbdə olan bir meyvədir. Hər valideyn istəyir ki, hər gün körpəsinə bir dənə avokado yedizdirsin. Avokado əvəzinə siz
Balqabaq tumu verə bilərsiniz. Yəni bunların tərkibi tam oxşardır və heç də avokadodan geri qalmır. Razıyam, avokado çox xeyirlidir. Amma yoxdursa, evdə balqabaq tumu məncə hamısının əli çata bilər buna. Bunu sığların üzərinə müxtəlif tumlarla bəzəyə bilərsiniz və körpəniz yesin, nuş eləsin. Və növbəti qidamız nədir? Bu kakao. Bildiyimiz kakao, qara şokolad ola bilər, 80%-li. Bunu da hərdən bir vermək olar. 1 yaşdan sonra verin. Yəni həftədə 2-3 dəfə kakao içirdə bilərsiniz. Tünd şokolad ala bilərsiniz, qara şokolad 80%-li. Bu nədir? Bu yaxşı antioksidantdır. Beyni qoruyur zərərli maddələrdən. Ona görə də bunu da verə bilərsiniz. Və yarmalar. Bunlar qarabaşaq yarması, buğday yarması, düyü yarması, çovdar. Bunları verə bilərsiniz. Bu da 1 yaşına yaxın verə bilərsiniz artıq. Və burada da çoxlu B vitamini ilə zəngindirlər bunlar və tezləşdirilmiş hansı ki karbohidratlar var. Bu da çox yaxşı enerji verir. Ona görə də bunlardan da istifadə edə bilərsiniz. Körpənizin beyninin gözəl inkişafı üçün. Körpənizin nə yediyinə fikir verin. Onları yaxşı qidalandırın. Yenə də deyirəm, kəmiyyət vacib deyil, keyfiyyət vacib.